Nə də bir gün yalandan deyirdiniz Elçibəyin ağzı cırılmayıb. Nə də bir gün o Lənkəranlı avtoritet demədi, onu mən lezvan çəkmişəm ona. Çünki bir talışın başına yemək döymüşdü. Hani indi çıxın deyin yalandır da. Bir nəfərə Allah kişi olun, kişi olmaq lazımdır. Partiyadır, müxalifətçilikdir, prezidentdir də. Onların hamısının içinə tüpürüm mən. Adam kişi olmalıdır. Sözün düzün deməlidir. Bugün neyəsə görə neyəsə dəstəkləmək olmaz. Xalq artıq siyasətdən bezibdir. Xalq özününkünü axtarır. Özünün dilindən danışanı axtarır. Xalqın dilindən danışın. Xalqın içində olun. Mən başa düşə bilmirəm. Çıxırlar ortaya. O yalan dedi bu. Elçibəy yaxşı adam olsaydı elə öz oğlu Elçibəy yolu gedərdi. Öz nəslindən kimsə öz qardaşı nəsli Elçibəy yolu gedərdi. Mən kakalıylar Elçibəy o saxta öpüşöpdü aeroportda. Dedilər ki, sizi deputat dəvət ediyor. Birbaşa məni Elçibəy dəvət edib, prezident dəvət edib dedi. Hələ də qəşək deyirlər ki, elə də qəşək deyirlər, utanmadan, qızarmadan, ölmədən. Elə də qəşək deyirlər ki, Elçibəy, hər şey yaxşıydı, sadəcə bir dənə kələkiyə getməyi düz deyil. Geri zəkalı. Elə bir ki, deyirsən ki, bu kişi yaxşı kişiydi. Başqasının, arvadının başqasının altında qoyub getməsi düzgün hal deyildi. Mən namusumu davir eləmişdim. Mən Elçibəyə, mənim kimilər namusunu, devlət ailədən də böyük namusdur. Mən namusumu davir eləmişdim. Namusu bölmək olar. Namusu bölmək olar. Başlamışsınız. Onu bunu yalandan, palandan danışmağa, quyruq bulamağa, göt burcutmağa öyrənmişsiniz siz. Bu günlər nə yayıblar prezident aparında bilirsiniz mi? Bilirsiniz mi nə yayıblar? Bilirsiniz mi nə yayıblar Azərbaycanda, prezident aparatında? Nə yaysalar yaxşıdır? Güya Almaniyanın prezidenti Azərbaycana gələndə Bakıya İlham Əliyev ondan xahiş eləyib ki, Avropadakı blogerləri deport elə. O da deyib deport eləmək mümkün deyil. Deyil. Onda deyib ki, onlar söyüş söylərdə ana bacılarımız var, qız gəlinlərimiz var. Söyüş söylər İlham Əliyev. Ona görə qabil söyüş söymürmüş. Delisiniz siz. Prezident kimdə Almaniyada? Almaniyanın prezidenti kimdə mənim yanımda? Kimdə Almaniyanın prezidenti mənim yanımda mənə göstəriş versin ki, bunu demə, onu de. Mən Almaniya devlətini belə dəfələrlə məhkəmədə udmuşam. Almaniyada prezident şah deyil, qanun şahdır. Ağlınızı başınıza top eləyin, junta rejimindən, banan ölkəsindən Almaniyanı dəyişik salmayın. Almanya dünyaya örnek olası bir neçə parmaqdan sayılası demokratik ölkədən biridir. Mən deyərdim 2 ölkədən biridir. Ya 3 ölkədən biridir. Ki Almaniyanın prezidenti bizə deyib söyüşdür. Yaxşı, mən yaxşı söyüş söymürəm. O bizlər niyə söyür? O bizlər niyə söyür? Onlara söz keçirənmədir. Mənə keçirdi. Allah diyabır eləsin siz.